Uşaqlar salam, hər vaxtınız xeyir olsun. İndi sizə 3-cü bölməyə aid sualların izahını çəkəcəm. Sonra da həm eyni zamanda bugün 4-cü bölmənin təkrarına aid sualların izahını çəkib qrupa atacağım. Getdik o zaman. Birinci sualda deyir ki, ədəd oxu üzərində -3 və 4 nöqtələr arasında yerləşən koordinatları tam ədədlər olan nöqtələrin sayını tapın. Deməli, ədəd oxunu çəkirik, 0-ı qeyd edirik. A nöqtəsi -3-dür, B nöqtəsi -4-dür. Bunların arasında yerləşən və koordinatları tam ədədlər olan, arasında dediyinə görə nə -3, nə də 4-ü saymırıq. -2, -1, 0, 1, 2, 3. Neçədən oldu yoldaşlar? 6 dənə. Sualın cavabı olur D variantı. İkinci suala keçirəm. Ədəd oxu üzərində -8-in əksini göstərən nöqtə, yəni 8, 4-ün əksini göstərən nöqtədən, yəni -4-dən neçə vahid uzaqlıqdadır? Ədəd oxunu çəkirəm, -4-ü qeyd edirəm, 8 isə buradadır. Buradan bura 8 vahid, buradan bura 4 vahid. 8 plus 4, 12, cavab olur B variantı. Üçüncü suala baxıram. Modulda 3-ün üzərinə modulda 21 gələndə edir modulda 24. Modulda 24-dən çıxıram 10-u. Çünki -10 yazılıb uşaqlar burada. Ancaq modulda olduğuna görə müsbət 10 nəzərdə tuturuq. 21 üstə gəl 3, 24. 24-dən 10-u çıxanda eləyəcək 14. 3-ün ikincisində 3 mənfi görürük və 3-ü də ardıcıl yazılıb. Bunlar toplanır 3-ü də. Ancaq işarə olur mənfi. -365-dən 120-ni toplayanda 485. 485-in üzərinə 390 gəlirəm. 5, 17, 1 yadda 7, 8, -875. -34-ü 17-yə böləndə -2, -2-nin üstünə 23 gələndə müsbət 21. Üçüncü sualın cavabları bu şəkildədir. Gəlirəm 4-cü suala. -2 və 5 arasında yerləşən tam ədədlərin hasili. Sualın cavabı əlbəttə ki, A variantıdır. Niyə müəllim? Çünki -2 ilə 5-in arasında bəlli tam ədədlər var. Bəli. Amma eyni zamanda 0 da var. Ona görə də sualın cavabı olacaq. Hasil soruşduğuna görə 0. 5-ci suala baxıram. Koordinat oxu üzərində -3-dən 5 vahid uzaqlıqda olan ədədlərin cəmini tapın. Ədəd oxunu çəkirəm. -3-dən 5 vahid müsbət 2-dir. 5 vahid -8-dir. -8 və 2. Bizdən bunların cəmini soruşur. -8-in üzərinə 2 gələndə böyükdən kiçik çıxılır, böyüyün işarəsi yazılır. Cavab olur -6, variant olur D. Gəlirəm 6-cı suala. 6-cı sualda deyir ki, 75 ədədinin əksi ilə -75, -37 ədədinin əksinin, -37-nin əksi müsbət 37-dir, fərqini tapın. 2 mənfi ədəd ardıcıl gələndə toplanır, mənfi yazılır. Cavab olur -112, D variantı. 7-ci suala baxıram. A bərabərdir -2 olduqda 5A çıxaq 7 üstə gələk. Bir dəqiqə A vuraq -3. Çox güman ki budur. Qiymətini hesablayın. Deməli bu -3A'dır, bu da 5A. 5A-nın -3A-nı toplayanda eləyir 2A -7. A-nı bizə nə verib? -2. 2-yə vuranda -4 -7. Sualın cavabı olur -11. Neçənci sual idi bu? 7-ci sualdır, açıq sualdır. 8-ci suala baxıram. N-in kubu bərabərdir 27 olarsa, N-in qiymətini tapın. Əlbəttə ki, müsbət 3. 9-cu suala baxıram. Uşaqlar, -2-nin önündə bir dənə də mənfi var. Deməli, bu 2 müsbətdir. 2-yə də müsbət 2-ni 8-ə də vuranda eləyəcək 16. Birinci sual. Növbəti, 9-u -3-ə vuranda -18. Misal belə olur, baxın. 18 çıx -18. 2 mənfi ardıcıl gəldiyinə görə toplanılır, müsbət yazılır. Digərində -2-nin kubu. Olacaq -8, 2 mənfi ardıcıl gələndə müsbət 8. Digərində -3-ün kvadratı. Bu da bizə verəcək müsbət 9. Gəlirəm 10-cu suala. Deməli, bizə nə istəyir? A minus B vuraq B minus A. A-nın qiymətinə 12 verib, B-nin qiymətinə -3 verib. Baxın, birinci mötərizəni bu şəkildə yazırıq. B-nin qiymətinə -3 verib, çıx 12. İkinci mötərizə bu şəkildə. Birinci mötərizə bizə verir 15-i, ikinci mötərizə -15-i. Çünki 2 mənfi ədəd ardıcıl gələndə toplanır, mənfi yazılır. 15-i də -15-ə vuranda sualın cavabı eləyir -225. Yəni B variantı. 11-ci suala baxıram. Deməli,
Mənfi 8-in kvadratı plus 8-in kvadratı plus mənfi 8-in kvadratı. 8-in kvadratı edir 64. Kvadratı olduğuna görə və mənfi də mötərizə daxilində olduğuna görə hər üçü müsbət 64-dür. Yəni 64-ü çevirərək də cavabı tapa bilərik. 192. 11-də növbəti misala baxırıq. 27 çıxaq 53, üstə gələk 42. 27-dən 53-ü çıxacam, ancaq işarəni mənfi yazacam. Bu da olacaq mənfi 26. Üzərinə gələcəm 42-ni. Burada da 46-dan 22-ni çıxacam, işarənin 42-nin işarəsini yazacam. Yəni müsbət. Olacaq müsbət 16. Və sonuncu misalını da yazaq. 8 üstə gələk 4, çıxaq 2 vuraq, 2 çıxaq 8. Uşaqlar 2-dən 8 çıxanda mənfi 6 edir. Bu hissə 8-dən 4 toplayıram 12. Mənfi 6-nı mənfi 2-yə vururam, müsbət 12. 12 ilə də toplayıram 24. Sualın cavabı. Gəlirəm 12-ci suala. X bölək mənfi 14 bərabər mənfi 2. Nəyi mənfi 14-ə böləndə mənfi 2 edər? Üzürlü sayın. Müsbət 28-i. Mənfi 14-ü mənfi 2-yə vuracaq. Növbəti tənliyə baxıram. X bölək mənfi 3 bərabər 24. Nəyi mənfi 3-ə bölsəm müsbət 24 alaram. Mənfi 72-ni. Mənfi 72-ni mənfi 3-ə böləndə müsbət 24 verir. Və nəhayət sonuncu suala baxıram. X vuraq 15 vuraq mənfi 40 bərabər 5400. 15-i mənfi 40-a vuranda mənfi 600 edir. 5400-ü 600-ə böləndə alıram mənfi 9. Deməli, bu da oldu mənfi 9. 13 nömrəli suala baxırıq. Hesablayın. Mənfi modulda mənfi 344 bölək mənfi 4. Nə edirik? Modulda mənfi 344-dən kök müsbət 344 çıxır. Mənfi 4-ə bölürük. Cavabımız olacaq. Mənfi 4-ə bölək cavabı alaq. Mənfi 86. Növbəti. Mənfi 17 plus 15 minus 4 böl 2. Mənfi 17-nin üstə 15 gələndə mənfi 2. Mənfi 2 minus 4 mənfi 6. 2-yə də böləndə mənfi 3. 14-cü suala baxaram. Mənfi 4. X mənfi 4-dən böyükdür. 5,6-dan kiçikdir. Bu aralıqda yerləşən natural ədədlərin mənfi tam ədədləri və tam ədədlərin sayını yazın. Deməli uşaqlar, mənfi 4 ilə ədəd oxunda göstərək. 5,6 arasında yerləşən birincisi natural ədədlər. Sayılarına baxaq. 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir. Sonra tam ədədlərə baxaq. Mənfi 3-dür, mənfi 2-dir, mənfi 1-dir, 0, 1, 2, 3, 4, 5. Və bunlar tam ədədlər idi. Mənfi tam ədədlər isə mənfi 3-dür, mənfi 2-dir, mənfi 1-dir. Və salam. 15-ci sualın cavabı görükmür. Əslində sualın özü görükmür. Ona görə də 15-ci sualda nə istəyir, nə deyir tam olaraq bilmədiyimə görə izah edə bilmirəm. Digər variantı da özünüz yazırsınız, yoxluyursunuz. Burada cavablar varmı? Xeyr, yoxdur. İndi KSG 4-dür. Yəni 4-cü bölmənin təkrarınızı, suallarınızı paylaşacağım sizinlə.